Aktrisa Xəyalə Quliyeva keçmiş həyat yoldaşının məhkəmə iddiası ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. O idarə etdiyi Nissan Kisk markalı 99 XG 949 dövlət qeydiyyat nişanlı avtomobilinin görüntüsünü paylaşıb. Bayaqdan mənə mesajlar, zənglər gəlir. Belə bir məlumatı yayanda mənim özümlə danışmaq, dəqiqləşdirmək lazım idi. Mən maşınımdayam, öz maşınımda da olacam. Niyə məndən bir şey soruşmurlar, ağıllarına gələni yazırlar? Maşınımdayam, maşınımda da olacam. Bu nə məlumatdır? Qeyd edək ki, Xəyalənin keçmiş həyat yoldaşı ilə birgə nikah dövründə əldə edilən əmlakların bölgüsü zamanı aktrisanın 2019-cu ildə maşın şouda udduğu Nissan Kisk markalı avtomobilinə də iddia irəli sürüb. Yusif Musayev bu avtomobilin üzərində bərabər payın müəyyən edilməsini istəyib. Tərəflərin əmlak mübahisəsi ali məhkəməyə qədər davam edib. Xəyalə Quliyevanın kassasiya şikayəti təmin edilməyib.